8 noyabr Zəfər günü. Bugün Azərbaycan xalqının qürur, şərəf və milli birliyinin təntənəsidir. Göyçay rayonunda Zəfər gününün 5 illiyi münasibətilə Əbülfəzl Abbas məscidində möhtəşəm tədbir keçirilib. Tədbir dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi və Əbülfəzl Abbas məscidi dini icmasının birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə dini qurumlarla iş Dövlət Komitəsinin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, dini icma sədrləri Rəsul Kazımov və Cavid Salayev, kənd məscidlərinin axund və imamları, din xadimləri, şəhid ailələri, qazilər, Göyçay şəhid ailələri qayğı cəmiyyətinin sədri Eldəniz Rüstəmov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən din xadimləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin döyüşlərdə göstərdiyi igidlikdən, qazilərimizin cəsarətindən və xalqımızın bir dəmir yumruq kimi birləşməsindən danışıblar. Onlar qeyd ediblər ki, şəhidlik zirvəsi İmam Hüseynin bizlərə miras qoyduğu fədakarlıq və mərdlik məktəbinin davamıdır. Bugün bu ruh, bu iman sayəsində Azərbaycan qalib bir ölkə kimi dünya tarixində öz adını qızıl hərflərlə yazdırıb. Tədbir çərçivəsində rayon sakini Kəmalə Məmmədova mərmər daşdan xüsusi olaraq hazırlatdığı, üzərində Qarabağ Azərbaycandır sözləri əks olunan Azərbaycan xəritəsini məscidə hədiyyə edib. Eləcə də din xadimləri tərəfindən qazilərimizə və müharibə iştirakçılarına xüsusi hazırlanmış rəsm tabloları təqdim olunub. Vətən müharibəsi qazisi Araz Axundov göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib, döyüş yoldaşlarını və şəhid ailələrini hörmət və ehtiramla yad edib. Tədbir iştirakçıları sonda xatirə şəkillərə çəkdirərək Zəfər gününün qürurunu birlikdə yaşayıblar. Bugün biz azadıq, bugün biz qalib xalqıq. Bizə bu zəfəri yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa, döyüşçülərimizə can sağlığı nəsib etsin. Allah Azərbaycan dövlətini və xalqını qorusun. Qarabağ Azərbaycandır. Etibar Bəşirov, Göyçay naminə.